Vidadi Məmmədov hal-hazırda obyektləri göstərirəm, siz görürsünüz, mən çəkiş eləmişəm. Hal-hazırda Vidadi Məmmədov Masallı rayonunda indi yol idarəsində asfalt zavodu var, oranın rəisidir. Yəni adamın danışığını göstərəcəm də sizə. Kim nə danışmazsa, sənin yerin var burada, gəlib danışasın. Hərdən həyatın. Həqiqətən də. Sonra Rauf Məmmədov, o da yadınıza gəlirsə Qalib Məmmədov var. O da Masallıdandır. Melisa Park yaşayış kompleksinin rəhbəri. Rayonda bütün obyektlər, yol qırağı obyektlər onlarındır. Bizim onunla işimiz yoxdur. Amma onunla işimiz var ki, bunların elə bil ki, necə deyim, belə hərəkətləri belədir. Yadınıza gəlir də bir video yayılmışdı. Gəlib Melisa Park o evdə yaşayırlar, oranı ekskavatorla sökmüşdülər. O həmin Qalib Məmmədovun Rauf elə bir ki, yaxın qohumudur. Bilmirəm, tam olaraq dəqiq onların bacıları, bunlar da nəysə də çox yaxın qohumudur və Rauf Məmmədov bu ümumiyyətlə Melisa Parkın maliyyə şöbəsinin müdürüdür. Yəni bir növ Qalib Məmmədovun sağ əlidir və o qədər imkanları var ki, yenə deyirəm, yəni bizi atamız elə bir tərbiyə öyrədib ki, biz biraz bəzi şeylər var, onlar içimdə var, deyə bilmirəm. Amma demək istəyirəm ki, gözləri doymur da, yəni bir kasıbın evlərinin, villalarının evinin qarşısında ki, kasıbın yarımçıq qalmış evini əlindən almaq istəyirlər. Rauf Məmmədovun da videolarını yerləşdirəcəm. Onun necə kobud bir insan olduğunu sizə göstərəcəm. Sən kimsən məndən sən belə danışdın? Sən kimsən ki? O kimin yeridir? Lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq. Özü zada qoymaq ilə, cicdiyə qoymaq ilə. Sən neyinsən mənim adım? Kimsən sən məndən ad soruşursan? Necə yəni? Kimsən sən? Kimsən də biz özünə bir cavab vermir. Qardaş, götür bunu. Götür bunu. Götür Siz yerinə qoy. deməz axı kimsiniz? Sən kimsən məndən sən belə danışdın? Sən kimsən ki mənim adım? Kimlə danışıram? Və onu da qeyd eləmək istəyirəm ki, mən bu işlər olmamışdan qabaq, çəkişi eləməmişdən qabaq dəfələrlə cəhd elədim ki, bunu biz sülh yolu ilə, qonşuçuluqla, indi məni kənddə çox sağ olsunlar, mənim hörmətimi saxlayırlar. Belə bir fəaliyyətlə jurnalist kimi yaxşı işlər görürəm və s. Onların gözündə indi mən də düşünürəm ki, yaxşı iş görürəm. Məni beləncə görsünlər. Amma mən onların pulu çoxdur, nəsə sənəd almağa, nəsə eləməyə. Amma mənim də imkanım ona çatır ki, öz fəaliyyətimlə bu məsələni işıqlandırım.